Soruşursan ki, əgər ailədə söz-söhbət olarsa, yəni ər-arvad arasında, burada valideynləri söhbətə qatmaq, yəni məsələni valideynlərə ərz eləmək icazəlidirmi? Əsl olaraq budur ki, ər-arvad öz aralarında yaranan ixtilafı özləri həll edirlər. Xüsusən də məsələni Allahın kitabına, Rasulullah sallallahu əleyhi və səlləmin sünnəsinə qaytararaq öz problemlərini özləri əhillərindən uzaq olaraq həll edirlər yəni. Amma ata deyək ki, söhbədə fərq eləmir ya, qızın atası ya, oğlan atası söhbədə qarışırsa da niyyəti nəsihət eləməkdir, məsləhət verməkdir, islah niyyəti ilə. Yəni bu halda bəli, yəni elə bir şey olarsa da demək olar. Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Bəkrə demişdi Ayşə barəsində, anamız barəsində, radiyallahu anhə barəsində. O da gələn kimi onu vurmuşdu. Deyir Əbu Bəkr, mən bunu səni buna görə çağırmamışdım. Yəni vurmağa görə çağırmamışdım. Əgər söhbət valideynlərə çatarsa da, fitnə olarsa da, bu halda valideynlərə işi deyilmir. Əsl budur ki, müstəhəbdir ki, şəriətlə də tələb olunan odur ki, yaxşı islah eləmək üçün bəli, valideynlər qarışa bilər söhbətə ki, burada islah etsinlər. Yəni bu barədə Allah Subhanahu taala da öz kitabında deyir ki, əgər onlar arasında şiqaq görərsinizsə də, qorxsanızsa bir ayrılıq olar onlar arasında, onda qızın da əhlindən, kişinin də əhlindən bir hakim göndərin. Yəni qızın da əhlindən, tərəfindən bir kəs gəlir və oğlan tərəfdən də. Gəlib oturub məsələyə baxırlar. Ya islah olur, ya ayrılıq olur və yaxud da ki, müvəffəq, təvfiq olur, birləşdirmə olur yəni. Təbii ki, birləşdirmə daha sevimlidir, daha yaxşıdır yəni. İndi baxırlar burada gedən məsləhətə. Yəni burada söhbət nədən gedir, nəyə ixtilafıdır. Yəni əsl olaraq ər-arvad özü həll edir, kişi nəsihət edir, qadın əgər həddaşarsa da sonra nəsihəti götürməzsə də sonra yataq ayırır. Əgər o da fayda verməzsə sonra vurur. Sonra isə bu mərhələ gəlir çatır. Söhbət belə deyək böyüklərə qalxır. Gələcək Allah bilir.